üçüncü qrupa hazırlaşıram. İxtisasım beynəlxalq münasibətlər hissəyirəm. Ailəm, ətrafım, hər kəs məndən yuxarı nəticə gözləyir. Özüm də özümdən yuxarı nəticə gözləyirəm. Düzdür, biraz həyəcan, stres var, amma bütün hisslərim qarışıbdır. Yenə də yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəm. Hər kəsə uğurlar. Mütəxəssislər bildirirlər ki, imtahan qabağı yaranan stres təbii haldır. Lakin bu gərginlik idarə olunmadıqda diqqət dağınıqlığı, yuxu pozuntusu, əsəbilik, hətta fiziki yorğunluq kimi problemlərə səbəb ola bilər. Çox sual olunur ki, bəs imtahan qabağı vaxt bölə bilmirəm, zamanım yetmir, eləcə də dərslər mənə çox ağır gəlir, özümdə motivasiya hiss edə bilmirəm. Bu zaman nə etməli? Zamanı əlbəttə ki, düzgün şəkildə idarə etməli, dərs proqramları hazırlanmalı. Eləcə də sadəcə abituriyenti dərslə yükləmək deyil də, onun istirahət zamanını da düzgün şəkildə bölmək lazımdır. Təhsil ekspertləri vurğulayırlar ki, düzgün planlama bu mərhələdə əsas rol oynayır. Günlük və həftəlik dərs qrafikinin hazırlanması, mövzuların hissələrə bölünməsi və müntəzəm təkrar həm biliklərin möhkəmlənməsinə, həm də stresin azalmasına kömək edir. İmtahan zamanı ən yaxşı bildikləri fənnin, ən yaxşı bildikləri mövzudan başlasınlar. Bu mövzu sual kitabçasının lap sonuncu sualı da ola bilər. Yəni, ən asan bildikləri özləri üçün sualdan başlasınlar. Bu, onlarda ruh yüksəkliyi yaradacaq, özünə inam yaradacaq. Ondan sonra ikinci mərhələ yaxşı bildikləri sualları yazanda beyinləri yorulmayacaq. Əks təqdirdə ikinci suala baxanda belə beyinlərin bir yarısı qalacaq birinci sualın yanında ki, görəsən orada bütün variantları düzgün elədinmi, düzgün sıraladınmı? Bu səbəbdən yaxşı bildikləri sualları yazanda həm beyinləri yorulmayacaq, həm vaxt ikisinə yol verməyəcəklər. Eyni zamanda ruh yüksəkliyi nə qədər ki yerindədir, imtahan bir o qədər onlar üçün asan görünəcəkdir və daha tez bitirəcəklər. Yüksək stres və həyəcanlar olsa da, lakin bunları yatırtmağa çalışıram ki, imtahan vaxtı çox stresli olmayım. Çünki əlimdən gələn ən mükəmməl olmaq deyil, ola bildiyimin ən yaxşısı olmaqdır. Səhər vaxtlarında ən çox fizika və riyaziyyat fənlərini daha yüksək şəkildə edirəm ki, beynim çox yorulmasın və axşam vaxtı da səhv yazdığım suallara, imtahanlarda və dim buraxılış imtahanlarında səhv yazdığım sualların üzərində işləyərək bunları daha da gücləndirməyə çalışıram ki, imtahanda ən yüksək nəticəni göstərim. Valideynlərə tövsiyə olunur ki, bu dövrdə övladlarına əlavə təzyiq göstərməyə əvəzinə onlara dəstək olsunlar. Müsbət motivasiya, anlayış və düzgün istiqamətləndirmə abituriyentin özünə inamını artırır. Mütəxəssislər bildirir ki, ailə daxili gərginlik stresi daha da artıran amillərdəndir. İmtahan öncəsində valideynlərin üzərinə əsas düşən vəzifələrdən biri abituriyentin yeniyetmənin rahatlığını təmin etmək, xüsusilə də onun hansı sahəyə yönəlmək istədiyini onunla söhbətləşmək və məsləhətləşməsidir. Əlbəttə ki, yeniyetməyə sən bunu bacarmalısan, sən bunu edə bilərsən kimi cümlələr, ifadələr işlədib onu böyük məsuliyyətlər altına yükləmək, daxil etmək olmaz. Hər bir halda abituriyentin öz istəklərini də nəzərə almaq və ona doğru istiqamət vermək lazımdır. Qabaqdan yaxınlaşan buraxılış və blok imtahanlarının stresi və həyəcanı vardı, təbii ki, hər bir şagirddə olduğu kimi. Və mən unutmamalıyam ki, bu buraxılış imtahanı bizi məktəb həyatından, universitet həyatına, uşaqlıqdan gəncliyə aparan bir yoldur. Hər bir valideyn kimi mənim də valideynlərimin tək bir istəyi var ki, mən bu buraxılış və blok imtahanlarında yüksək nəticə göstərim və istədiyim ixtisas, istədiyim universitetə daxil ola bilim. İmtahan qabağı stres qaçılmaz olsa da düzgün yanaşma və balanslı həyat tərzi ilə bu gərginliyi minimuma indirmək mümkündür. Uğurun açarı isə yalnız bilikdə deyil, həm də sakitlik, özünə inam və düzgün hazırlıq strategiyasında gizlənir. Həsən Məmmədov, xanım Rüstəmzadə, Rəşad Əkbərov, NTV Xəbər.